Gəl, gəl. Qardaş, bağ ev istəyirdin da, deyirdin ki, həyəti çox olsun. Bax, bu da həyəti çox, nə boyda. 24 sotdur, sənəddə Kupsada 24 sotdur. Hörmətli izləyicilər, deməli biz hardayıq? Vişnyovkadayıq, Albalıqda, havası təmiz olan tərəfdə, yəni Bilgət tərəfdəyik. 24 sotdur, əslində 26 sotdur. Amma sənəddə Kupsada 24 sotdur. Qiymət, görürsən sizi yormuram, qiymətini də deyirəm. Bura vaxtı ikən də əsl əməlli başlı bağ olub da. Sovetin vaxtı bağlar var idi ha. Yəni indi tikirlər zırıltı belə elə. Torpaq da ki qardaş, hər şey var burada. 2 dənə ev var, 6 otaqlıdır. Düzdür, evlər köhnədir, amma 198 minə bu günləri bunu sizə təqdim edib göstərirəm. Köhnə gülaf rəngi. Və bir dənə sərindi bura. Bu var ha. Bu uşaqlığı yadıma düşdü mənim. Gəl bura. 198 minə cüzi indirim olacaqdır. Sənəddəki qaydasındadır, çıxarışdır. Həm torpağın, hətta o köhnə evlərin, onların da sənədi var. Mənim fikrimcə bir dənə ev salırsınız burada. Düz burada mərkəzdə bir dənə qəşəng ev tikirsiniz. Bu boyda da torpaq. Ya da al at qardaş. Günü-gündən torpağın qiyməti qalxır da. Yəni mən görməmişəm ki, bu günə kimi torpağın qiyməti düşsün. Nabarot qalxır. Gördünüz bu hissəni. Gəl bura. Vişnyovkada Bilgət tərəfdə. Havası sərin, təmiz, açıqlıq. Yəni alıb hələlik belə yayda istirahət də eləyə bilərsiniz. Yavaş-yavaş burada inşallah bir ev də tikə bilərsiniz. İmkan düşdükcə. O demək deyir ki, bu dəqiqə al part başla kimi. Yəni al, at, yavaş-yavaş tik. Qalmağa əsas yeri də var. Suyu da var, 2 dənə quyusu var. Sonra otaqlar da belə də yəni yaşamaq olar. Zəfəran. Görürsən? Bax. Bisetkası. Kim alsa Allah xeyir versin. Bax belə bir günlər sizə belə bir təkliflə gəldik. Torpağı çox, adam var torpağı çox istəyir ki, alım, torpağı böyük olsun. Burada deyəsən vaxtı ikən it də saxlayıblar. Həyətində manqalxanası da var. Gəl bir dənə oranı da çəkək göstərək. Giriş qapısıdır. Evin üstü bu hissə rakuşkalarla, görsün qəşəng rakuşkalarla. Kiminsə 93-cü ilin bulağı. Nə var? Burada kladovkasıdır. İndi bir şey də göstərəcəm sizə. O manqalı buradadır. Burada da 2 bisetkası var. Gülaf rəngisi var. Düzdür, köhnədir amma var da yəni. Quyusu dedim, 2 dənə quyusu var. Bir də qapının ağzını sizə çəkib göstərəcəm. Orada da o da sənətdədir ya. O da sənət, zeytun ağacı. Cüzi indirim olacaq. Yəni çox ya kosmik indirim gözləməyin. Ya bir dənə bu hissəni də göstərdim sizə. Bu garajıdır. O tərəfdə kladovkasıdır. Qapısının ağzı enlidir. Nəyə göstərəcəm? Bax. Görürsünüz bu hissəni. Bax bu hissədə bu evə aiddir. Yəni ki, sənəddə var, Kupsada var. Kim istəsə, hasarı buradan söküb, bax bu hissədən bir dənə fırlan, bu hissədən bax belə hasarı apara bilər. Bu hamısı sənəddədir. Beşlə, gedək. Zəng edin 070 858 31 44, yəni mənim nömrəmlə əlaqə saxlayın. Bilgət tərəfdə də. Sağ olun.